Deməli, ismin davamını keçəcək bu gün. İsimlərin cəmi, yəni plural of nouns. Baxaq nəyə? Ümumiyyətlə biz sayılan, sayılmayanları tədris eləyəndə orada nə dedik? Dedik ki, ola bilər ki, isimləri sayılan, sayılmayan olduğuna görə, sayıla bilən, sayıla bilməyən olmasına görə iki qrupa böləcək. Sayılanlar tək və cəmdə olacaq. Sayıla bilməyən isimlər isə həmişə təkdə olacaq. Və cəmlənmə prosesi ingilis dilində həddindən artıq fərqli formatlarda gedir. Ona görə də maksimum diqqətli olmaq lazımdır burada. Elə qorxunc, vahiməli dərs deyil. Sadəcə, belə deyim, məntiqini tutmaq lazımdır ki, sizdən nə tələb olunur. Yəni, o nə tələb olunduğunu biləndən sonra testin cavabını tapmaq da asandır. Əzbər lazım olan yerləri məqamı düşəndə hansı hissənin necə ayırd olunmağını biləndə də artıq sizə testlə bağlı hər hansısa bir problem yaranmır. Deməli, Dövlət İmtahan Mərkəzi buraxılış imtahanlarında və digər qəbullarda ən çox çalışır ki, orfoqrafiya ilə bağlı sizi yanıltsın. Orfoqrafiyada bilirsiniz, düzgün yazı qaydasıdır. Və çalışın, hansı hərf dəyişimi, hansı səs dəyişimi, nəyi necə dəyişdirməli olduğumuz hissələri birbaşa əzbər olan yerləri yaxşı yadda saxlayasınız. Məlumdur ki, isimlərin cəmi adətən, yəni sıradan olaraq sadə olarsa, sadəcə s əlavə etməklə düzəlir. Və burada belə bir məsələ var. Əgər sizdə artikel varsa, yəni bu o mənaya gəlib çıxacaq ki, həmin verilmiş isim sayıla bilir və təkdədir. Lakin həmin ismin qarşısından birinci artikeli uzaqlaşdırırsınız. Söhbət ən artikelından gedir. Ümumiyyətlə, isim cəmlənirsə, qarşısındakı ən artikeli yazılmaz. Artikellərlə bağlı biz geniş tədris eləyəcəyik mövzunu. Sadəcə olaraq məlumatınız olsun ki, bu isimlərin qarşısında gələn ən artikeli həmişə təklərə aiddir. Xüsusilə də söhbət sayıla bilən təkdən gedir. Və ən artikelinin mənşəyi bir sayından gəlir. One sözündən gəlir. Və buna görə də yalnız, diqqət edirsinizsə burada da qeyd olunub, yalnız sayıla bilən tək isimlərin qarşısında işlənir. Yəni, artikellə, ən artikeli ilə is qanlı bıçaqlı düşməndir. Bunları qətiyyən eyni yerə gətirə bilməzsiniz. Mən bunları həmişə küsülü qohumlar deyirəm. Heç vaxt bunları eyni yerdə görə bilməzsiniz. O gələndə deyir, mən gəlmirəm, bu gələndə deyir, mən gəlmirəm. Diqqət edirsiniz, artikel varsa s gəlməz. Ya artikella verəcəm, söhbət gedəcək nədən? Bir kitabdan. Artikeli atıb, söhbət yenə deyirəm, sayıla bilən tək isimdən gedir. Artikeli atdımsa, mütləq sonuna, əgər qaydaya tabi edirsə, təbii ki, başqa hər hansısa bir kənara çıxması yoxdursa, exception deyirik də biz kənara çıxmalara. Həmin o kənara çıxma yoxdursa, o sadə qaydayla s artırıb ismi təkdən cəmə çevirə bilirəm. Bu birinci hissə idi. Başa düşmədiyiniz hissə var? Ya qaranlıq qalan? Xeyr, mən. Davam edirəm ikinci bəndlə. İkinci bənddə söhbət nədən gedir? Bəzi sırf ingilis mənşəli sözlər var. Deməli, və yaxud da ola bilər ki, sırf ingilis mənşəli olmaya da bilər. O, ingilis mənşəli olan məsələsi bu o üçün keçərli olacaq. İndi onu da deyəcəm sizə. Deməli, sonu bir s, iki s, s-hı, c-hı, t-c-hı, x, o, z. Əgər verilmiş ismin sonu bir s, iki s, s-hı, c-hı, t-c-hı, x, o, z ilə bitirsə, bu zaman bunu cəmləmək üçün istifadə edəcəyim cəm şəkilçisi e və s-dır. Sadəcə s şəkilçisi deyəndə bunu nəzərdə tuturam, s şəkilçisi. Amma desəm ki, is, artıq siz bilin ki, söhbət e və s
hərf birləşməsindən gedir. Gəlin baxaq. Ebas axırı bir s-dır, düzdür? Bir s olduğuna görə buna e və s artıracam. Glass 2 s, glasses. Bush, bushes. Sonra burada əsas nəyə baxın? Bu x-lərdir, t-c-h-dır. Bunlar heç. Bax, potato, bir də tomato sözü var. Bunlar ikisi də cəmlənəndə i-s alır. Deməli, sonu o ilə olan isimləri biz 3-4 qaydada cəmləyəcəyik. Əsas qaydalardan biri, ümumiyyətlə, sırf ingilis dilinin özünə məxsus olub, sonu o hərfi ilə bitən isimlərdir ki, tək versiyasından cəmə çevriləndə e və s alınır. Baxaq. Deməli, aşağıdakı latın mənşəli sözlər o hərfi ilə bitsə də, cəm forması sadəcə s ilə olur. Latın mənşəli sözlər. Bura qaydada əvvəl beynəlmi sözlər deyə də keçirdik biz bunları. Beynəlmi sözlər nədir? Yəni, bütün dillərdə, məsələn, video desəm, rus da, gürcü də, erməni də, Azərbaycan da biləcək ki, söhbət videodan gedir. Studio deyəndə də, bambu deyəndə də, yəni bəzi sözlər var da burada. Tatunun özü, tango, artıq hamı bilir ki, söhbət nədən gedir? Əksəriyyəti buna aiddir. Yəni, belə yadınızda saxlayın. Başqa millətlər tərəfindən də eyni məna kəsb eləyib, sonu o ilə bitən sözlər, xüsusilə də latın mənşəli, bunlar cəmlənərkən olacaq s. Diqqət elədiniz. Bayaq burada dediyim potato, tomato sırf ingilis dilinin özünə məxsusdur. Potato deyəndə bir dənə ingilis başa düşəcək ki, söhbət kartofdan gedir. Tomato deyəndə də bir ingilis başa düşəcək ki, söhbət pomidordan gedir. Amma burada digər millətlərin də özü başa düşəcək ki, söhbət nədən gedir. Qaydanı tam başa düşə bildiniz, nə demək istəyirəm? Deməli, burada potato, tomato olanda e-si artıracam ona görə ki, sırf ingilis başa düşür. Buradakı sonu o ilə bitən sözləri çalışın əzbərinizdə olsun ki, məsələn, burada tobacco sözü var, pro sözü var. Tutalım ki, ingilis dillə məşğul olanlar, yenə bilim, başqa xarici dil öyrənənlər başa düşür ki, burada digər sözlər kimi bunların da nəsə leksik mənası var. İndi ola bilər ki, elə söz olar ki, sizin üçün də təzə olar. Deməli, həmin bu isimlərin cəmlənməsi çox sadə gedir. Bir dənə s ilə. Sonra, bu qeydə diqqət eləyin. Bunu konkret olaraq əzbərləyin. Ekskluziv xəttimlə burada da yazım. Şey yaza bilmirəm. Deməli, bunu necə əzbərləyirsiniz? Volcano. 2 versiyada da cəmlənəcək. Volcanos da var, Volcano is də var. Bu şəkildə is. S, is. Tornado, buffalo, mosquito, moto. Mosquito, səhv eləmirəmsə, ağcaqanad növüdür. Yəni, çalışın 3-5 dənə sözdür. Yəni, bunun hər iki versiyasını, bu ən çox sizə sınaqda düşəcək. Sınaqlarda düşür belə şeylər. Sonra keçək bura. 7 isim var ki, onların cəmi kökdəki saytın dəyişməsi ilə olacaq. Bunlar kökündən dəyişən isimlərdir. Mən, men olur. Bir dənə A hərfi E hərfinə dəyişir. İndi diqqətlə baxın. Bunun kökü məndir, düzdür? Mən, menə çevrilib. Woman sözü də bir dənə wo hissəciyi var burada sanki. Mən, men. Sadəcə olaraq burada qadınlar demək üçün deyəcək women. A man, men. A woman, women. A food, qoşa olar, qoşa e olur. Choose, tease. Goose, geese. Gördünüz? Qoşa oları e-lərə dəyişdim. Məni, mənə, woman'ı, women'ə dəyişdim. Sonra louse, lice. Mouse,
mice. Burada da cəmi bircə dənə hərf dəyişib. Diqqətli olun. Bax, burada l-dır. Burada da l dəyişib. Burada da m, burada da m dəyişib. Amma bir dənə hərf ardıcıllığına baxın. Məsələn. Bax, burada da o, u, s-dir. Burada da o, u, s-dir. Burada da ic-yə dəyişib. Burada da ic-yə dəyişib. Diqqət edirsiniz. Əzbərləyəndə belə maraqlı hissələri çalışın, oyun kimi yadınızda saxlayasınız. Bir də var, bu mouse, mice dediyimiz evdəki xoşa gələn dəvəsiz qonaqlardır, canlıya aiddir. Biri də var, kompüterin mışqası, kompüter sıçanı. Kompüter sıçanı olanda adi söz kimi sadəcə s artıracam. Bununla da onun cəmlənməsi prosesi həyata keçəcək. Və kompüter sözü görürsünüz, burada təyin funksiyasındadır. Kompüter sıçanı. Təyin edicidir burada. Ona görə kompüter mouse olacaq bu şəkildə. Və qətiyyən testdə gözünüzün düşmənidir bunlar. Bu women zaten cəmidir. Niyə cəmləyib ki təzdən? Foot, foots deyə cəmlənməz. Qoşa o, qoşa e olurdu. Giz onsuz da cəmdir. Bu s-i yazmaq yersizdir. Laos, burada da s yazmaq yersizdir. Sonra a child, children, an ox, oxen. Bir də yadınıza gəlir, mən keçən dərslərin birində sizə dedim. Məncə sizin qrupuydu. Deməli, var a chick. Bunu mən Rus ədəbiyyatında görürəm. Bizimkilər nəsə bu məsələyə toxunmur. Rus kitablarında Spotlight idi səfirəmsə. Mən Rusiyadan tələbəm var idi. Orada kitabda da rast gəlmişdim. Deməli, burada nəyə baxırdıq? Şəkil yerləşdirir kitaba. Bir dənə cücə şəkli qoyur. Orada yazır etçik. Amma cücələr demək üçün deyəcək chicken. Bunu hələ bizimkilər işləməyib, bu hissəni. Amma mən orada diqqət elədim ki, məhz n şəkilçisi burada da var. Burada da var. Burada da var. Və burada verilən r bitişdirici samit funksiyasını daşıyır. Düzdür, bununla qəbulda rastlaşmayacaqsınız. Məlumat xarakterli olaraq dedim sizə. A child, children, an ox, oxen. Məsələn, a chick, chicken. Məsələn, bu chicken sözünü bəzən toyuq şəklinin altına da yazırlar. İndi bilmirəm, bunlar. Bəzən toyuq adına hen də deyirlər. Baxırda yeni cürü dəyişir. Amma yəni nəzərinizdə olsun, haçansa belə bir sözlə, cəmlənməklə rastlaşsaz, bilin ki, belə bir məlumat var. Sonra sonu y ilə bitən iki versiya var. Bu nədir? Y-dən əvvəl sait gəlmə versiyası var və y-dən əvvəl samit. Bu nə deməkdir? Y-dən əvvəl sait gəlirsə tələffüz asandır. Bir dənə s əlavə eləyirəm, məsələ bitir. Bax, burada da y-dən əvvəl o gəlib. Toys deyəndə hər hansısa bir tələffüz çətinliyi yaşamıram. Lakin baby sözünü, babies, mən necə deyim babies? Mümkün deyil axı. Tələffüz həddən artıq çox çətindir və səslənməsi də elə qulağa xoş gəlmir. Ona görə nə edirik? Burada həmişə deyirəm ki, Yasəməni İsmailə dəyişirik. Yəni y, i-yə dəyişir. Sonra da biraz rahat tələffüz eləmək üçün is şəkilsi artırıram. Yəni baby, a baby. Bir körpə. Babies körpələr olaraq dəyişəcək. Diqqət elədirsə, y, i-yə dəyişdi və s artırdım. Deməli, y-dən əvvəl dayanan hərf o da ola bilər, a da, e də, u da. Bunlar hamısı nədir? Sait kimi qəbul edirəm. Çünki burada guys oxuyuruq, ona görə sait kimi olacaq. Qısa a-dır burada. Deməli, burada qısa tələffüz olduğuna görə və sait səsin tələffüzünü eşitdiyimə görə buna sadəcə s şəkilsi artırsam, hər hansısa bir tələffüzdə çətinlik yaşamaram. Lakin y-dən əvvəl samit gəlib və çətinlik törənir. Ona görə də bu çətinliyə görə
Mən tələffüzü asanlaşdırmaq xatirinə y-ni i-yə dəyişdirirəm. E və s əlavə olunur. Ən çox bunları görəcəksiniz testdə. City, country. Ən çox bunları görürəm. Bir də beauty sözü var. Beauty sözü də belə dəyişəcək. Özü belə yazılır. Gözəllik deməkdir bu. Yavaş-yavaş burada da yazmaq öyrənirəm bu görüm. Deməli, burada görürsünüz T, Y, nə qədər samit var. Ona görə bunun tələffüz asanlaşsın deyə Yasəməni İsmailə dəyişirsiniz. I, sonra S. Bu da düşəcək testdə, görəcəksiniz sınaqları, testlər işləyəndə. Sonra keçdik sonu F ilə bitənlər. Həm F ilə bitənlər, həm F E ilə bitənlər. Bunlar qoçaqlardır. Bunları əzbərləyirsiniz. Bu bölmədə ümumiyyətlə əzbərimiz çox olacaq. Bunlar cəmlənəndə F-ni də, F-E-ni də birbaşa dəyişirəm V-E-S-yə. Əzbərləyim bunu, çünki testdə bir-bir düşür bunların hamısı. Yəni, biri var, əzbərinizdə ola, birbaşa deyəsiniz ki, cavab budur. Bir də var, gedib oturasınız testdə, baxasınız ki, ay Allah, görün burada F idi, V idi. Niyə öz-öz əziyyət verirsiniz ki, hazır var da əzbərləyin, işinizi görün, geçsin. Sonra, burada bir dənə də hissə var, onu deyəcəm indi sizə, nəyi əzbərləyin, nəyi yox. Deməli, bir buranı əzbərləyirsiniz. Diqqətli olun, 12 dənəni. Bir də, bax, bunu əzbərləyərsiniz. Bunlar olduğu kimi testə düşür. Görəcəksiniz. Diqqət elədiniz. Warf sözü, warfs, f-sı ilə də yaza bilər, v-e-sı ilə də. Bunu adətən asıq sualda görürəm mən. Bir fərqi var mı? F-sı, v-e-sı. Huf. Fərqi nədir ki? Necə? Fərqi nədir ki onların? Bunlar 3 dənədir. Bunlar həm s ilə də dəyişir, həm f-ni v-ya da dəyişirlər. Ona görə əzbərləyin. Cəmi bu 3 dənəni də əzbər bilin. Bir də o yuxarıdakı 12 dənəni. O necə ki demirdi, tərkibində ment olanlar sadədir. Bir də ola bilər ki, düzəltmənin mürəkkəbi yoxdur. Burada da konkret məsələn görəcəksiniz ki, warfdır, scarfdır, hoofdur. Bunun 2 variantı var. Yaza bilərsiniz və bunun 2 variantını istənilən birini səsləndirsəz, heç bir problem yoxdur. Bir də bu 12 dənəni. Bunlar da konkret f, v-ya dəyişir. Yəni, wife sözünü burada sadəcə s yazıb dayanmaq olmaz. Arvad, arvadlar demək istəyirəmsə, f-ni v-ya hökmən dəyişəcəm. Amma bu 12 dənədən başqa və əzbərimdə olan 3 dənədən başqa sonu nə qədər f görürsünüzsə, bunların f və f-e. Bunların cəmlənməsi sadəcə s-ləndir. Bir dənə s artırırsınız, məsələ bitir. F-lara da diqqətli olun, bundan da çox sual verirlər. Bir dəqiqə. Bir şey qalmıyor. Azdır. Bura qədər çətinliyiniz var. Yox, eləyim. Davam eləyək mi? İndi cüzələr nəyə baxırsınız? Deyir, həmişə cəm formada işlənən isimlər. Həmişə cəmdə. Deməli, belə isimlərin tək forması olmur. Ən artiklı qəbul etmir. İndi sözlər var da həmişə. Necə ki, sayıla bilməyən isimlər deyirik, mən cəmlənmirəm. Elə də sözlər var ki, deyir, biz həmişə cəmdəyik. Bizi tək versiyada görə bilməzsiniz. Xəbəri həmişə cəmdə olur. Are, were, do, have. Feillər indiki qeyri-müəyyən zamanda sərbəst versiyada 3-cü şəxsin təkindən başqa həmişə cəmdə olur. Sonra onlarla işlənəcək işarə vəzliklərdə cəmdə olur. Söhbət ziz və zavuzdan gedir.
Cəmdə olan əvəzliklər they, them, their. İnşallah növbəti əvəzlik dərslərində keçəcək bunları. Orada daha aydın olacaq sizə. Birdən böyük rəqəmlər, yəni 2-dən başlayaraq sonsuzluğa və bu isimləri böləcəksiniz tamına 3 qrupa. Kateqoriyalarla öyrənin ki, əzbərləyəndə yaxşı yadınızda qalsın. 3 dənə böyük kateqoriyaya böləcəm bunları. 2 hissədən ibarət olan isimlər. Yəni, şalvarın bir tərəfini geyinir, bir tərəfini geyinməsə mümkün deyil, işə yaramır. Eynəyin bir gözünü istifadə edib, birini istifadə eləməsə işə yaramır. Qayçı. Qayçın bir tərəf olması işə yarayar, yox. Sonra burada bax, düzdür, burada qulaqçıq falan tək olan versiyası da var. Sonra sırğa sözü də olmalıydı burada, qocurum hanı. Hanı sırğa sözü? Məsələn, sırğaya da aiddir earrings. Earrings-i S-nə bitənlərə verib, indi deyəcəm onda. Məsələn, qandal sözüdür, kəlpətindir, ayaqqabıdır. Corab sözünün tək versiyası da var. Amma bir cüt corab olduğuna görə socks ifadəsindən istifadə eləyirsiniz. Trikodur, bu da geyimlə bağlıdır. Tongs, kəlpətin sözü 2 dənə var. Pliers, bu da tongs. Bu scales 2 qollu köhnə tərəzilərdən danışır. Elektronundan danışmır. Mittens tək barmaq əlcəkdir. Gloves da normal əlcəkdir. Pants da qısa şalvara deyirlər. Aha, indi ikinci kateqoriya nədir? Sonu S-lə bitən həmişə cəmdə olanlar. Bu good sözünü goodla qarışdırmayın. Bu sonunda S olmayan sifətdir. Sonunda S olan mal əmtə deməkdir. Mal, tövbədəki malqaradan danışmırıq burada. Məsələn, tutalım ki, deyir ki, trend yoldan, yatebodan nəsə sifariş elədim, gəldi. Malı vurmuşuq, gəldi deyirik, düzdür? Oradakı o mal dediyimiz, həmin o sifariş olunan sifarişdən gedir söhbət. Əmtədən. Commodities, bu da mal əmtə deməkdir və həmişə cəmdədir. Həmişə cəmdə. Stairs, bir dənə pillə ilə pilləkən əmələ gəlir. Pilləkən deyəndə pillələrin cəmidir. Content mündəricatdır, yəni bütün kitabın daxilində nələr varsa siyahı şəklində göstərilir. Troops, qoşundur. Qoşun bilirsiniz ki, bir əsgərlə qoşun mümkün deyil. Arms, silahdır. Silahı ümumiyyətlə ehtiyat hissələrinə görə həmişə belə götürürlər. Bir də eləcə arm sözü var, bu qol deməkdir. Army sözü də ordudur. Wage, maaşdır. Rich, var dövlətdir. Bunu sırf öz olduğu kimi əzbərləyin. Belongings, şəxsi əşyalar. Earrings, sağ və sol həmişə cəmdədir. Lakin mən tam da bundan razılaşmıram. Çünki bir dənə hissədən ibarət olan sırğa da olur ki, onu tək istifadə edirlər. Valuables, qiymətli əşyalar olacaq. Adətən zinət əşyaları falan nəzərdə tutulur. Sonra ən çox sizi imtahanda belə deyək, pis vəziyyətdə qoya bilmə ehtimal olanlar var, bunlar deyim sizə. Police. Polis əməkdaşları heç vaxt tək gəzmir. Belə adınıza saxlayın, polislər. Police sözü həmişə cəmdədir. Cattle, malqaradır. Malqara sürüsü bir dənə inəklə və yaxud da qoyunla malqara dəstəsi deyə bilmirəm ki. Çoxdur da orada. Poultry ev quşlarıdır. Gentry zadəcanlar. People, cəmaat. Bu people-dan ehtiyatlı olun. Polisdən də ehtiyatlı olun. Heç vaxt orada polis ifadəsi görə bilməzsiniz. İndi polislə bağlı özüm xüsusi qeyd yazacağım, göndərəcəm, baxarsınız orada. Hələ ki, kitabla baxaq. Deməli, trousers cəmdir. This bu deməkdir. Mənə lazımdır bunlar. Uzlaşdı. Və burada da xəbər cəmdə olacaq. Sonra, police sözü təklikdə işlənərsə, özündən sonra isim gəlməzsə, həmişə cəmlik bildirir və xəbəri cəmdə olur. Are, were, do, have, come, leave bu şəkildə. İndi sözündən sonra isim gələrsə, özü deyil, ondan sonra gələn isimlə uzlaşır. O bayaqları dediyi, məsələn, 2 isim yanaşı gələndə birinciyə yox, ikinciyə fikir verirəm. Burada da həmin qaydadır. Qoy bir dəqiqə.
Nəyə fikir verirsiniz əsas? Deməli, polis deyə ifadə yoxdur. Qətiyyən görməyin bunu. Harda gördünüz, bilin ki, yanlışdır. Polis olar. Polis sözündən sonra car yaza bilərəm. Polis sözündən sonra polismən yazaram. Düzəldəcəm onları. Policewoman yazaram. Police officer. Police car, man, woman, officer. Bir ara biz clerk sözü də keçirdik. Müfəttiş kimi. Deməli, bu polisdirsə, bundan sonra cəmisim. Cəm yazacam indi cəməbəz. Cəmisim. Aha, düzəldi. Deməli, diqqət edirsiniz. Burada polis sözündən sonra bir dənə də isim gəlir. Uzlaşma buna görə gedəcək. Deməli, maşın sözü təkdir deyə. Bura bir dənə artikel yazacağam. Uzlaşma düzələcək. Burada da qadın sözü təkdir. Office sözü təkdir. Clerk təkdir. Deməli, istədim biraz irəli düşüm, gördüm yox alınmır. Deməli, burada artikellər hamısı tək olacaq. Niyə? Çünki uzlaşma bu biri sözdən gedir. Mənim polis sözü ilə artıq işim yoxdur. Çünki iki isim yanaşı gələndə ikinci uzlaşmada iştirak eləyir. Ona görə də bunların yanına tək isim yaza biləcəm. Biz olmaz səhifədə eləyirsiniz. Ekranda göründü. Word-ü paylaşmışam, görmürsünüz. Tamam, xeyr, məndə görünmür. Bayaqdan niyə deyilmirsiniz bəs? Oldu. Necə deyil yəni? Word-da yazıram bayaqdan. Göründü. Ha, indi göründü. Elə görünməyəndə xəbər eləyirdi mən. Bayaqdan izah eləyirəm. Bir dəqiqə, kopyalayaq. Stavit. Hə, yəqin mən option ekran verməmişəm. Tək-tək verdim ki, aydın görünsün. Option verəndə o günlər nəsə görünmürdü. Hə, deməli, polis ifadəsi görmərəm. Bu, ümumiyyətlə, heç vaxt rast gəlinməz. Buna bir dənə yazaq, olmaz. Polis deyə bir şey yoxdur. Yəni, polisin tək olub da yanında artikel aldığı olmaz. Polisin yanında həmişə cəm isim gəlir, çünki polislər dəstə şəklində gəzir. Polis K. Burada artıq söhbət polisə görə yox, car sözünə görə uzlaşır. Buradakı polis sözü artıq maşın sözünü təsvir edir. Man sözündə də, woman-də də, officer, clerk, bunların hamısında polis sözü təyin edicidir. Mənim polis sözü ilə işim yoxdur. Mənim işim, bax, bu ikinci gələn isimləndir. Uzlaşma, artikel ona görə belə yazılır qarşısına və xəbəri də təkdir.
Gördünüz? Bu da bu Tamam. şəkildə. Elə rəng verək ki, oxunsun. Polis sözü tək gəlirsə qarşısında artikl olmaz. Lakin polis sözünün yanında başqa isim varsa, bu burada təyin edici funksiyasını daşıyacaq. Sonra keçdik bu yana. Polis sözü ilə bağlı məncə heç bir problemimiz qalmadı. Sonra people sözünə baxın. Adamlar, cəmaət mənasında cəmlik olur və xəbəri cəmdə olur. Lakin xalq mənasında təhlik bildirir. Many young people are out of work. Gənc insanlar out of work olur. Burada people-dan ar işlənib. Sadəcə bura diqqət edeyim denəm. The course studies the history of Africa and the peoples who lived there. Buradakı isə xalqdan danışır, Afrika xalqlarından. Ona görə də burada deməli studies verəcək. Aha, uzlaşma buradan gedir. Bu biraz dolaşıq cümlə kimi veriblər. Amma sırf yəni bu people, adamlar, cəmaət ya xalq mənasında olmağını o qədər imtahanın əslində görə bilmirsiniz buraxılışda. Bunu siz rastlaşa bilərsiniz şeydən, sınaqda. Nə tərəf? Mən də Word-də qaldı da, bilmirəm uşaqların hamısında elədir, yoxsa yox. Tamam, gözə bir dəyişim. Buna option ekran versək. Görüntü var, görün. Görünür. Əməliyim. Deməli, people, adamlar, cəmaət mənasında cəmlik olacaq. Xalq mənasında təkə çevirirsiniz. İndi sadəcə kontekstə baxmaq lazımdır. Orada xalq mənasında mı istifadə eləmək istəyir, yoxsa adamlar, cəmaət mənasında mı? Uzlaşma hissələrində buradan göstərdik. Sonra, mən woman sözünün bitişik və ayrı yazılma versiyası var. Diqqətli olun. Burada nədən gedir söhbət? Mən və woman sözlərindən. Əgər burada görürsünüz, ayrı-ayrı yazılırsa, həm birinci hissəni, həm ikinci hissəni cəmləyəcəm. Driver sözünün də sonuna bir də neysə artıracam. Yox. Bunlar bitişik yazılırsa, bax görürsünüz, heç bir ara buraxmayıb. Bu zaman sadəcə mən mənə çevrilir. Mən mənə çevrilir. Deməli, ayrı yazılanda bütün komponentləri cəmləyəcəm. Bitişik yazılanda sadəcə söz sonundakı mən mənə çevriləcək. Woman, women olacaq. Bir də sözün özündəki mənlər var. Norman, bu sözün köküdür. Burada post məni, post və mən iki söz kimi göstərə bilirəm. Amma nor və man deyə bir söz yoxdur axı. Nə də roman sözünü mən ayıra bilmirəm kök və şəkilciyə. German, human. Bu 4 dənə söz hissələrə kök və şəkilçi ayrıla bilmir. Ona görə də cəmin olacaq S-lə. Daha sonra devslə yazılan mürəkkəb isimlərin cəmi. Əsas məna daşıyan sözə s əlavə etməklə olur. Burada biraz qarışıq hissələr var. Yəni çox da fikir verməyin buna. Əsas sözü tapmaq tələb olunan testlərdə adətən bu düşür bax sizə, qohumluq bildirənlər. Bir dəqiqə. Word-ü görürsünüz. Əməliyim. Option vermişəm ekranda, qoca problem yaratmasa yaxşı olacaq. Məsələn, deyirəm ki, a mother in nə çirkin yazdı bu belə. Ctrl Shift verirəm, bu dəyişmir.
Bunun cəmlənməsi belə olacaq. Artikeldən birinci azad edirəm sözü. Sonra yazıram. A mother's in law. Bir də siz bu sözün yəliyini öyrənəcəksiniz. Testlərdə düşür. Yeri gəlmişkən deyim. Bunun yəliyi sadəcə sözün sonunda olacaq. Apostrofes. Yəni təkilində yəliyi düzdür. Bu da düzdür. Şimdi sizə bir dənə də düz versiyasını yazım. Cəminin də yəliyi var. Və hər ikisində yəli çal hara gəlir? Cümlənin sonuna. İnşallah növbəti dərsimizdə keçəcəyik onu. Baxırsınız, bu təkidir. Bu da cəmidir. Cəm deyəndə də burada nə iş görəcəm? Bura gətirəcəm və artiklı siləcəm buradan. Lakin burada a mother-in-law apostrofes, mothers-in-law apostrofes. Bu şəkildə gələcək. Sual yaradan hissə yoxdur ki? Xeyr. Aydın olsa keçək digərisi. İndi bitişik yazılma məsələsi var. Bitişik yazılan mürəkkəb isim. Da burada söhbət məndən, məndən, women-women-dən getmir. Ümumiyyətlə deyir ki, əgər söz defislə yazılırsa, əsas söz fikrini yetirirsən. Burada da babysitter sözündə sitter sözü, tərbiyə edən, uşaq tərbiyə edən dayə. Bu hissəyə baxırsınız. Sonra, ümumiyyətlə, bitişik mürəkkəb isim görsəz, sadəcə sonuna s artırırsınız. Sonra, bura qədər getdik. İndi, həmişə təkdə olanlar. Yorulmadınız. Normal. Davam edeyim. Bəli. İndi baxın nəyə uşaqlar. Həmişə tək olanlar. Deyir ki, sonu s-lə bitsə də təkdə olanlar var. Sayıla bilməyən isimlərin içərisində var idi sonu s-lə bitənlər. Oyun idman adları, məsələn chess, dominoes. Bunlar hamısı s-lə bitsə də tək idi. An artiklı heç vaxt qəbul etmir. Çünki an artiklı sayılanın təkinə aiddir. Bu, sayıla bilməyən isimlərdən bir yerdə gedir. Həmişə tək xəbər. Söhbət gedir is, was, does, has və present simple üçüncü şəxsin təkində var. İndiki qeyri-müəyyən zaman. Məsələn, indiki zamandakı sərbəst feilin sonuna s artırsam, feil olur təkdə. Bir də bu həmişə təkdə olan isimlərə mən işarə əvəzliyi ziz, zət artırıram. Və təkdə olan isimlər itlə əvəz olunur. Rəqəmlə işlənə bilmir. Bunlar da yenə 3 kateqoriya kimi göstərəcək. Xəbər sözü, idman oyun adları, elm fən adları. Konkret olaraq bu üçü heç vaxt cəm xəbər qəbul eləmir. Amma sizə bir əlavə məlumat da verim. Bax, belə bir şey var. Matematik sözündən sonra elə yer olacaq ki, ar gətirəcək. O sizi təəccübləndirməsin. Bu nə deməkdir? Söhbət burada riyaziyyat fənnindən getmir. Riyazi biliklərimdən gedir. Bax, bir daha təkrar edirəm. Biri var, riyaziyyat fənnindən danışıram. Biri də var, riyazi biliklərimdən danışıram. Fənnin özündən danışıramsa, bu olacaq sayıla bilməyən isim. Ona görə də avtomatik tək xəbərlə gələcək. Bu əla. Biri də var deyir ki, məsələn, Susanın riyazi biliklərim əladır. Artıq oradakı mathematics arla gələcək. Çünki mən orada riyaziyyat fənnindən danışmıram. Susanın riyazi biliklərindən danışıram. Azərbaycan dilində də bilikləri deyirəm. Diqqət edirsiniz cümləyə. Deməli, bir şəxsin hər hansısa bir fəndən bilikləri ilə bağlı danışıramsa, söhbət eləyirəmsə,
bu cəm xəbəri alma ehtimalı var. Amma sırf riyaziyyat elminin özündən danışıramsa, məsələn, iqtisadiyyatın özündən danışıramsa, fonetikanın özündən, optikanın özündən danışıramsa, artıq xəbər həmişə təkdə gələcək. Yəni, birdən ola bilər ki, inşallah tələb olanda filan, yenə bilim, hardasa rastınıza çıxar, orada məlumatınız olsun ki, o, həmin sahəyə aid olan biliklərə aiddir. Sonra, təkdə və cəmdə eyni olanlar. Yəni, bunlara nə ES artırmıram. Sizə məlumat vermişdim mən bunlar haqqında əvvəlki dərslərdə. A sheep, bir qoyun. Sheep, artiklsız oldu qoyunlar. Cəmi 4 dənədir, çalışın ki, əzbərləyin. Yəni, gedib daha testdə bunları götürməyin. Burada bu cəmi yaxşı öyrənin ki, yiyəlikdə əziyyət çəkməyəsiniz. Sonra, indi sistemləşdirib bunu nə gözəl. Baxaq. Deyir, əgər bu isimlərin tək olduğunu bilmək istəyirsinizsə, nələrə diqqət eləyəcəksiniz? Artikel gəlirsə, nə yaxşı? İşarə vəzliyi, zizzətdirsə, əla. Every, each, bunlar təyin əvəzliklərlə gəlirsə, təkdir. Və tək xəbəri varsa, yenə tək. İndi baxıram nəyə? Cəmə. Ən artikeldə gəlməzsə. These, those işarə vəzlikləri. Ən artikeli, yəni artikelsiz gəlirsə, cəmdir. Söhbət ən artikelindən gedir, Z-dən yox. Sonra, these, those, cəm işarə vəzlikləri. All və both, təyin əvəzlikləri. Cəm xəbər, are, were, have, come, bunları feildə geniş keçəcək, narahat olmayın. Some və any qeyri-müəyyən əvəzlikləri. Çünki some və any sayılmayan tək, sayılanın cəmi. Gördünüz, bu da cəmə görə deyir bunu. Many, few, a lot of, several, təyin edicilər. Bunlar da determinəzdir. Bunlarla da gəlirsə, deməli, avtomatik nə olacaq bu? Cəmdir. Hər testin özünə məxsus bir xüsusi ipucu olur. Yəni, heç vaxt testi görəndə fikirləşməyin ki, meydanda tək qalmışam. Nəsə də göstərici olur orada ki, sizə ipucu versin, hər hansısa bir göstərici versin ki, bax, mən buradayam. Testdə çalışın ki, var baxmaq, var görmək. Testdəki o incəliyi çalışın görəsiz. Mən bunu bilmirəm, getdim o biri sualı eləməyin. Araşdırın, görün, sizdə nə istəyir, hansı ipucu ilə siz sualın cavabına gedib çıxa bilərsiniz. Biraz mübarizə aparın, mübariz olun. Yəni, alınmadı, eləyə bilmədim, atım kənara, elə şeylər eləməyin. Testdə nəsə də sizə bir ipucu göstərir. Yenə deyirəm, baxmaq ayrı, görmək ayrı. Bu belə. Bax, məsələn, görürsünüz, the ship is in the yard. Xəbər gəlib təkdir. Buradakı Z artikeli, məsələn, həyətdəki qoyundan danışıram. Burada da həyətdəki qoyunlardan danışıram. Gəlib qonşunun həyətindəki qoyundan mənim nə işim var? Öz həyətindəki qoyunu göstərim də, düzdür? Ona görə burada cəm də gələ bilir, tək də gələ bilir. Buradakı müəyyən artikelidir söhbət. Konkret hansı qoyundan danışdığımı müəyyənləşdirirəm. Sonra, I see a fish in the sea. Mən dənizdə bir balıq gördüm. A fish. Amma desək ki, I see fish in the sea, bu deməkdir ki, mən dənizdə balıqlar gördüm. Burada cəmdir artıq. Deyə sözü burada işarə vəzliyi cəmdir deyə cəmdə gedir və xəbər də avtomatik cəmlə uzlaşacaq. Ümumiyyətlə, cümlə quruluşunda cümlənin bütün taleyini isim təyin eləyir. Əgər verilmiş isim cəmdirsə, işarə vəzliyi də cəmlənəcək. Verilmiş isim cəmdirsə, xəbər də cəmlə gedəcək. Rus dili biləniniz var burada? Tam yox. Bax, rus dilində də elə olur. İşarə vəzliyidir. Hətta orada cins kateqoriyasına görə hərəkət edirik. Rus dilini çox adam niyə öyrənə bilmir? O məntiqi tuta bilmirlər. Orada da bütün ağırlıq, bütün yük hamısı düşür ismin üstünə. Məsələn, fransız dilində də. Orada fransız dilində nə edirik? Hətta təsəvvür edin ki, işarə vəzliklərini belə dəyişirik cins kateqoriyasına. Orada kişi, qadın, orta cins, sonra tək cəm məsələsi var. Onlar hamısı yadda saxlanılmalıdır.
Cəmlərin özü də təzədən dəyişir. Mən magistr imtahan verəndə fransız dilləri idi imtahanım. Yəni orada da təsəvvür edin ki, hər şey dəyişir. Bütün Avropa dillərinin əksəriyyətində bütün ağırlıq düşür ismin üstünə. Ona görə isim kök mövzudur. Xəbəri idarə eləyir, işarə vəznini idarə eləyir. Hətta məsələn, ingilis dilində biz hələ elə ağırlıq keçmirik. İngilis dilində sadəcə bizi yoran söz ehtiyatıdır. Amma digər dillərdə söz ağırlığı deyil. Adamı yoran orada qrammatikadır. Bilmirəm, rastınıza gəlmiş olar. El adam var ki, məsələn, deyir, uzun müddətdir Rusiyada yaşayıram, amma danışan kimi başa düşsən ki, bu ədəbi dildən xəbəri yoxdur. Çünki orada qadın cinsi ilə kişi cinsini uzlaşdırır. Bir də orada bəzən elə bilirlər ki, danışan adam qadındırsa, qadın cinsində danışmalıdır. Elə çoxu da orada səhv eləyir. Sizin danışdığınız isim qadın cinsindədirsə, istifadə elədiyiniz oradakı sifətdir, işarə vəzliyidir. Bunlar hamısı nədə olmalıdır? Qadın cinsinə çevrilməlidir. Hətta rəngin sonluğu belə. Lakin sizin istifadə elədiyiniz isim kişi cinsindədirsə, istifadə eləyəcəyiniz digər təyin edicilər də məhz kişi cinsinin sonluğunu qəbul eləməlidir. Bunlar da elə bilir ki, bu qadındırsa və yaxud da danışan adam kişidirsə, bütün nitqi kişi cinsində getməlidir. Bax, səhvi orada eləyirlər. Ona görə də gülməli alınır. Amma ingilisində sizdə o qədər böyük problemlər yoxdur. Əsas sizə lazımdır tək, cəm, sayılan, sayılmayan. Əsas bunları bilməkdir. Sonra keçdik nəyə? Bu miqə düşür, bir də sertifikasiya düşür. Abituriyentlərdə rast gəlməmişəm. Deməli, burada artikl varsa tək, artikl yoxsa cəm olacaq. Bunlardan sizə ən çox rast gəldiyim deyim də salmon ola bilər, o da sınıqda olacaq. Seriesdə, spicesdə, bir də mealsdə. Bax, bunlar gələcək. Digərlərini görməmişəm. Yalan nə deyim sizə. Amma əzbərləsəz əl olar. İndi ola bilər ki, kimsə gələcək, hansı ixtisasa gedər ingilis bölümünə ki, müəllimliyi artıq heç kimi məsləhət görmürəm. Amma bölüm olaraq oxuya bilərsiniz. Müəllimlik də seçsəz, məsələn, riyaziyyatı ingilis bölməsi üçün, nə bilim, digər fənləri ingilis bölümü üçün elə öyrənə bilərsiniz. Sonra, burada qeydləriniz var. Millət adları. Çinlilər, Yaponlar, Portuqallar, bir də İsveçrə məsələsi. Deməli, Swiss. Bunlardan sadəcə artikl tək ə artiklı gəlirsə olacaq bir nəfər. Ə artiklını sildim, yerinə Z artiklı yazdımsa olacaq cəm. Bunu da əzbər. Testi ümumiyyətlə sürətli işləməyin ən gözəl metodu o əzbər dediyim yerlərin hamısını əzbərləməkdir. Bu da Yunan latın mənşəlidir. Bunu da məntiqlə öyrənəcəyik. Necə məntiqlə öyrənəcəyik? Sonu usla bitənləri i-yə atıram. İslə bitənləri s-ə atıram. Bir dənə sonluqları necə dəyişir onu əzbərləyin. Onlar a-ya dəyişir. Və bunu əzbərləməyin yolu bu dəfə çox yazmaq deyil. Çoxlu səsli şəkildə deməkdir bunu. Məsələn, fenomenon, fenomena. Kriterion, kriteriya. Sonra, bax, burada a-ya dəyişir. Bakterium, bakteriya. Datum, data. Digər versiyalar. Sonra, antena, antena e. Bax, bu şəkildə bunu da əzbər eləyin. Çünki sınaqlarda çalışırlar ki, belə yerdən vursunlar adamı. Bir də əlavə saytda, əgər istəsəz məlumat, Yunan latın mənşəli sözləri biraz geniş öyrənməyə vaxtınız olsa baxa bilərsiniz. Sonra, antena sözü ən çox hocam varmı? Antena, hə, bax burada. Bu düşür. Sonra emphasis, emphasizes. Analysis, analysis. Bunları görə bilərsiniz. Diagnosis, diagnosis. Məsələn, elə söz var ki, biz elə bilirik təkdir, amma Yunan latın mənşəli söz olduğuna görə cəmlənmə kökündən dəyişir burada. Yəni, son şəkilçiyə də təsir edir sonluğa. Ona görə belə qalacaq. Sualınız var, təkə cəmaət.
Burada olan get Necə? Səsin gəlmir o Elgün. Mən pis eşidirəm Elgünün ya, hamınız elə eşidirsiniz. Benim ses mikrofon drajenye verir. Nə tərə? Ben mikrofon drajenye verir diyorsun. Hə, nəsə titrir səsi. Şimdi gəlir. Elə bir uzaq sahillərdən bizə səslənirsən. Olabilir. Nəyə başa düşmədin Elgün, de görüm olam. Orada yazan nümunələrdən əlavə düşmədiniz. Əlavə nəsə düşmə ehtimalı yoxdur, yox. Əsas o əzbər olan hissələri bir nəzər yetirin. Perfect. Sınaqdan gələndən sonra mən sizi axtarmayım da elə. Ümumiyyətlə çalışın bildiyiniz şeyi səhv götürməyin sınaqda. Uşaqların ən nifrət elədiyim xüsusiyyətidir o. Bu 5555-i görürsünüz birinci sənə. Bəli. Hemen. Burada da ümumiyyətlə kökdən dəyişənləri yazıb. Görüm əlavə məlumat varmı? Biz biraz hələ əlavə danışdıq. Aha. Son ikisi ilə bitib tək olanlar burada qəşəngdir. Hostess, waitress. Bu hostesi ev sahibəsidir bu. Bu kişi cinsindən qadın cinsinə çevriləndə yenə təkdir. Xəstəlik adlarıdır. Sonra sonu esinə bitməsə də cəmdədir. Bunlar haqqında danışdıq. Kökdən dəyişənləri dedik. Hə, gəlin biraz test izahlarına da baxaq. Bugün evə sizə test verəcəm. Amma bunu növbəti dərs soruşacağım sizdən. 4-cü gündə daha dərsimiz. Hə, nə qədərdir sual? Cəmi 70-cə dənə sual var. Bir-iki dənəsini bir yerdə eləyək, onsuz da dərsi qayda eləyirəm. Test necə işlənir, üsul və vasitələrinə, yollarına baxaq. Test eləyəcək. Hə, deməli burada danışırıq singular nounsdan. Singular, tək. Plural, cəm. Neçə yazdım. Düzəldim. Cəm, düzəldi. Başqa ilə biraz yaxşı yaza bilmirəm. Aha. Deməli, məndən nə tələb olunur? Singular, tək. People cəmdir, oxen cəmdir, men cəmdir. Geese də cəmdir. Qalıram nə ilə? Bu ilə. Deməli, tək axtarıram deyə cəm olanları çıxıram variantdan. Məsələn, yenə tək axtarır. Təki axtarır deyə cəmlərə atacam. Cattle həmişə cəmdir. Sportsman cəmdir. Mice cəmdir. Scissors cəmdir. Bunun sonu icısı ilə bitir, ha. Computer parrot. Ona görə bu təkdir. Sonra hər seçiddən bir-iki dənə izah eləyim. Çətinlik çəkməyin. Bunlar zaten eynidir. Plural. Plural nə olacaq? Cəm. Gözəl yazdım. Pul sonu icısı ilə bitir. Bu təkdir. Bu çıxdı. News sonu S ilə bitsə də təkdir. Çünki xəbər məlumat sayıla bilməyən isim idi.
Diabetes xəstəlik adı, drafts oyun adı, amma təkdir. Politeness, ness şəkilçidir bu sözün özü də təkdir. Qalırıq kimlə? C variantı ilə. Belə 29-a baxaq. Görün bunu biraz uzaqlaşdırsam nə tər yazır. Məsələn, plural nədir? Cəm. Chess oyun adı getdi. Qız, qoşa olar təkidi getdi. Dominos təkidi getdi. Hostess, axırı S-sı qadın cinsinə çevrilmədi. Qalırıq bunu da ilə. Altmış dokuz və 70 özümün izah edəcəm. Nə istəyir? Deyir elə cümlə göstər ki, bunlar cəm olsun. The police have made several arrests. My nephew studied physics. Physics təkdir getdi. The sunglasses olar. Eyes olar. Sonra waitress gave us some good news. Bu kişi cinsindən qadına çevrilib, qadın cinsindədir. Kişidən qadına çevrilmədi. Cins kateqorisi news da təkdir. Bu da getdi. Children cəmdir. Qualities of the parents. Aha. Bu da düzdür. Nə var orada? 1, 3, 5. Bu A variantı. Belə testlər sizə mən digər vəsaitlərdən göndərəcəm, işləyəcəksiniz. Kaspində Geometry Bankı məndə yeni versiya varmı? Göndərəcəm, Kaspidən də paralel işləyək. Həm dimin vasitəsindən işləyək vəsaitlərindən. Orada da yaxşı suallar olur. Dim bitən kimi artıq orada digər başqa əlavə vəsaitlərə baxarıq. Sonra yenə cəm istəyir. Maths oyun adı da çıxdı, Physics oyun adı da çıxdı. Daha doğrusu oyun adı deyirəm, elm fən adıdır. Sonra police cəmdir, people cəmdir. News təkdir. Uzaqlaşdırım. They have 5 sheep and several oxen. Düzdür. He hasn't made any progress in athletics. Athletics idman oynadı. Bunun burada nə işi var? 2-4 var mı? Var. Y variantı. Qobdan çəkilişi dayandırım.